Havası məlhəmdir, suyu baldadır. En güzel günləri hələ daldadır. Yurdun iyirləri bu mahaldadır. Qorxun nə olduğunu bilməz həyatda. Şirvanda bir el var, Çolan adda. Fikrət, sən də təriflə bu eli. Sənin təbindirsin aşığın dili. Gəzdim Qarabağı, Muğanım ili. Dedim hər məclisdə, toyda, Büsatda, Şirvanda bir el var, Çolanı adda. Allah elimizi, obamızı var eləsin. Həm də ki ona görə əzizdir ki, mənim dəyərli dostum, bu elim obamın suyundan içi fərvazlanan, amma ömrü qısa olan Namik dostumla varlıdır. Allah ona rəhmət eləsin. Torbanı nurla olsun, onu sevənlər var olsun. Nə qədər ki poeziyamız var, ədəbiyyatımız var, Namik Hacıydiyərli dillərdə əzbər olacaq, ürəklərdə var. Beylən bu qədim Şamaxı, bu qədim Şirvan, Baxças, Bağdır, Azərbaycanına var. Beylən bu qədim Şamaxı, bu qədim Şirvan, Baxças, Bağdır, Azərbaycanına. Sənətin Türkçəsinin sözlər rəhədir. Şair yurdandır Azərbaycanın. Neynək alərlər, bugün alərlər, bugün alərlər. İnsan kimi hava yolu. Neler vardır orada neler. Meşeler, gözler. Bir de mermer abideler insan kimi hava yolu. Ben cenneti görseydim eğer deyerdim ki cennet budur. Gözlüklerden her bir yanı. Gözlüklerden her bir yanı. Karış karış kabrizleri. Nazar
yağmış yaman yağmış paranga. Ana Namik Hacı Eydər yazıcı, sen kurduğun dünyanı bir kimse yapmaz Allah. Sen yarattığın insanı bir kimse sapmaz Allah. Körpə gülməz bucaqda, bir gül bitməz torpaqda. Hə deməsən yarpaq da ağacdan qopmaz Allah. Namik başa yetməz, ol desən necə bitməz. Səni tapan itirməz, itirən tapmaz Allah. Bəli, Namik Hacı Eydərli bütün yazılarında, bütün ideologiyasında ucalığı Ulu Tanrı'da görürdü. Ve həqiqətən də o Allah dərgahında uca bir nöqtədədir. Allah elimiz obamızı var eləsin. Toya gelenlerin ocaqlarında xoş günlərə gedək. Arzum budur bütün Azərbaycan toylarından, Çolanı toylarından bağzalı sədaları göyə pərvazlansın.